şəhid bir insan, bir də var intihar edən insan. İntihar edən insan əslində yaşamağa nifrət edir, amma şəhid isə həyata məhəbbəti var. İntihar edən insan qurtulmaq istəyir, şəhid isə canları xilas eləmək istəyir. İntihar edən insan intihar kökü egodan, kindən, küdurətdən qaynaqlanır. Amma şəhadətin kökü eşqdir, fədadır, məhəbbətdir. Biri bədbəxt olur, biri qəhrəman olur. Yəni köklü fərqlər var da. Biri ümumiyyətlə bezir və yaşamağa nifrət edir. Deyir, canım qutarsın hər şeydən. Elə bilir ki, can bu materiyadır. Amma o can heç vaxt qurtarmayacaq. Daha da cəncələ saldı özünü. Amma o biri isə o canını qurban verir daha ali hədəflərə ki, qoy canlılar yaxşı nəfəs alsın. Şam kimi əriyir, işıq saçır və o işığın şüasının altında müəlliflər əsər yazır, ziyalılar iş görür. Yəni, hamının boyuna haqq qoyur bir sözlə.